Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz, Şuvalandayam. Dostumuzun evi çıxdı satışa, bizə zəng elədi. Əslində, bugün çəkiliş eləməyəcəkdim, çəkiliş günüm deyil idi. Prosta ofisdə Elçin bəylə oturmuşdum, əmlakçı bağ evləri Elçin bəylə oturmuşdum. Dedi, gedək çəkək. Doğrudan da gəlmək istəmirdim, amma Elçin sağ olsun, mənə israr elədi ki, gedək çəkək, paylaşaq. Bəlkə də bu bizim qismətimizdir, bəlkə də bizim müştərilərimiz alacaq bu evi. 4 sotdur. Azan da verildi. Nə yaxşı gündür bugün, ay Elçin. Allah bütün qılınan namazları qəbul eləsin. Allah Taala hər kəsə can sağlığı versin. 4 sot, 180 kvadrat, 4 otaq, 2 sanitar qovşağı. Həyətdə də sanitar qovşağı var. O tərəfdə keçmişəm, baxmışam. Kombi otağı ilə birlikdə var. Həyətə 3 maşın yerləşən ərazisi, sağ tərəfdə kiçik də olsa yaşıllıq zonası mövcuddur. Sol tərəfdə 4 metrənin 7 metrəyə olan filtrli hovuz. Həyətin bisetkası, söhbətgahı yoxdur, amma evin, mətbəxin qarşısı bütöv olaraq girişi verandadır. Keçək. Çox qəşəngdir, çox da gözəldir, səliqəli bir evdir. Qiymət start olaraq 268 min manatdır. Start olaraq. Düz Şuvalan ziyarətgahın yaxınlığı. Durduğum yerin altında hovuzun motorxanası, bir də həyətin su anbarı yerləşir. Həyətin suyu, işığı, qazı, sayğacları, interneti hamısı var, mövcuddur. Yolu da asfaltdır, gözəl bir məhəllədə yerləşir. Qarşısında yaşayış var, yanında yaşayış var, arxa hissəsində də yaşayış var. Keçək. O tərəfdə də bağdır. Bağ kimi istifadə olunur. İndi isə keçirik evin daxilinə. Gəl Elçin, keç. Evin daxilinə keçdi. O gün demişəm, indi də deyəcəm, Elçin. Yadındadır, yay vaxtı çəkiliş eləyəndə içəridə isti olurdu. Tez qaçırdıq, pəncərələri açırdıq. İndi evin içərisi istidir. Həyət soyuq olduğu üçün isti evə girəndə adama isti gəlir. Maşallah, geniş dəhliz, evin ümumi giriş hissəsi. Keçən kimi sağ tərəfdə qonaq otağı var. Qonaq otağımız, belə deyim də, Elçin, 30 kvadrat olar? 35 kvadrat. Birbaşa həyətə baxır, pəncərə vitrindir. Bu tərəfdə, bu divarda TV stent yığılıb. İşıqlar falan, gizlin işıqlar, çılçıraq da maşallah görünür, göz qabağındadır. Bütün pərdələri falan hamısı vurulub. Onu da dedim ki, sizə torpağında, evində kubçası var, paket sənəddir. Dəhlizdə belə bir yer buraxılıb divarın içərisində dolab yığmaq üçün. Dolab üçün nəzərdə tutulub. Bununla da üzbəüz burada ümumi sanitar qovşağı yerləşir. Böyük, geniş bir sanitar qovşağıdır. Unitazdır, əl-üzüyandır. Sonra bura isə duş kabinasıdır. Geniş, böyük bir duş kabina. Evin daxilində 3 dənə yataq otağı var. 3 yataq otağı. Bu valideyn yataq otağı kimi nəzərdə tutulub. Geniş, böyük bir valideyn yatağıdır. Evin hər tərəfinə həyətdən fırlanmışam. Hər tərəfinə fırlanmaq olur, məsafəsi var. Bu otağın daxilində həm sanitar qovşağı, həm də burada qardirob otağı mövcuddur, yerləşir. Burada, hətta burada trap da çəkilib, sağ olsun, burada trap da çəkilib. İstilik sistemlərinin də bütün xəttləri buradadır. 2 dənə də yan-yana burada yataq otağı yerləşir. Hündürlük də haradasa 3.20, 3.30 olar. Hovuzun dərinliyini də sizə deyim, çox vaxt soruşurlar. Hovuzun dərinliyi 1.55-dən 1.60-adır. İndi isə keçək mətbəxə. Qadınların, bacılarımızın, analarımızın ən çox vaxt keçirdiyi mətbəx otağında sizə təqdim edeyim. Dəyərli izlə, maşallah, geniş, böyük bir mətbəx otağı var. İstəyirəm mətbəx otağından birbaşa görüntünü görərsiniz. Ona görə pərdəni çəkirəm. Burada pəncərələr həm qapı kimi, həm də pəncərə kimi istifadə olunur. Hamısı çiftlidir, dəyərli izləyicilərimiz. Sizinlə burada sağollaşıram. Sizə təşəkkür edirəm bizi izlədiyiniz üçün. İzləməyə davam edin. İnşallah ki, istədiyiniz evi bizdən
zəng eləyib seçərsiniz, alarsınız, gözəl bir günlər keçirdəsiniz. Təşəkkür edirəm, abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.